Qaraqoyunlu tayfa ittifaqının meydana gəlməsi. Oğuz tayfalarından olan Qaraqoyunlara Baharlılar başçılıq edirdilər. Onların 7-ci əsrdən Azərbaycanda yerləşməsi haqqında tarixi mənbələrdə məlumat vardır. Əvvəllər Van gölünün cənubunda məskən salmış Qaraqoyunlar 14-cü əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlara, Cəlalilərə və Teymurlara qarşı mübarizə aparmışlar. Qaraqoyunlar Baharlı tayfasından biri idi. Bu tayfanın ən məşhur nümayəndəsi Əli Şəkər bəy idi. Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca olmuşdur. Qaraqoyunlu tayfa ittifaqının əsasını Qara Məhəmməd qoymuşdur. Qara Məhəmməd Cəlalilərlə mövcud ziddiyyəti aradan qaldırmaq üçün Cəlali Sultan Əhmədlə qohum oldu. Azərbaycanda öz ağalığını yaymaya çalışan Qara Məhəmməd 1182-ci ildə Təbrizə hücum etdi və baş vermiş döyüşdə Cəlali şahzadəsi Şeyx Əliyə qalib gəldi. Qara Məhəmməd 1187-ci ildə Çabaqçur döyüşündə Teymuru məğlub etdi. Məğlub olan Teymur İrana döndü. Qara Məhəmməd və oğlu Bayram 1189-cu ildə Qara Pir Həsən adlı digər Qaraqoyunlu əmiri tərəfindən qətlə yetirildi. Hakimiyyətə gələn oğlu Qara Yusif 1192-ci ildə Qara Pir Həsən bəyi məğlub etdi, lakin həmin il Teymur Qaraqoyunlu tayfa ittifaqının mərkəzi Van şəhərini tutdu. Bu məğlubiyyətdən sonra Cəlalilərlə yaxınlaşan Qara Yusif, Cəlali hökmdarı Sultan Əhmədlə birlikdə 1194-cü ildə Bağdad döyüşündə Teymura məğlub oldular. Nəticədə tayfalar arasında mübarizə ittifaqı zəiflətdi və 1195-ci ildə bu ittifaq dağıldı. Tezliklə bu ittifaqı bərpa edən Qara Yusif Teymur əleyhinə ittifaq yaratmaq məqsədi ilə Cəlali Sultan Əhmədlə birlikdə Misirə getdi. Teymurun əmri ilə Misir sultanı Fərac onları həbs etsə də 1405-ci ildə Teymurun ölümündən sonra müttəfiqlər Azərbaycana qayıtdılar. Qaraqoyunlu dövlətinin yaranması. Misirdə həbsdə olarkən dostlar razılaşmışdılar ki, azadlığa çıxdıqdan sonra Sultan Əhməd Bağdadda, Qara Yusif isə Təbrizdə ağalıq edəcəklər. Qara Yusif və Sultan Əhmədin razılaşmasından sonra, yəni Sultan Əhmədin Bağdadda hakimlik edəcəyindən xəbəri olmayan Şirvanşah İbrahim Şirvana qayıtdı. Bunun səbəbləri: 1-ci İbrahiminin Sultan Əhmədin İraqdan Azərbaycana yürüyüşünü qanuni hökmdarın dönüşü kimi qəbul etməsi, Cənub hakimlərinin çoxu Şirvanşah İbrahimi Azərbaycanın vahid şəkildə birləşməsi ilə razı olmadıqlarından Sultan Əhməd və Qara Yusifin tərəfinə keçdilər. Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk növbədə Əlincə qalasının bərpa edilməsi haqqında fərman verdi. Lakin o, Təbriz əhalisinə vergiləri azaltmaq haqqında verdiyi vədi yerinə yetirmədiyi üçün Teymuri Əbubəkr Təbrizə yaxınlaşanda əhali ona köməklik göstərmədi. Sultan Əhməd Bağdada qaçdı. 1406-cı ilin payızında Təbriz yaxınlığındakı 1-ci Şənbi Qazan döyüşündə Qara Yusif Teymuri Əbubəkr üzərində qələbə çaldı. Bu ilk qələbə Qara Yusifin şöhrətini xeyli artırdı. Onun sonraki qələbələri apardı. 1408-ci ildə aprelin 21-də Sədrud adlı yerdə Qara Yusifin qüvvələri ilə Əbubəkrin qüvvələri arasında ikinci döyüş oldu. Miranşah öldürüldü. Qaraqoyunlar qalib gəldilər. Nəticədə Teymurlər Azərbaycandan qovuldular. Azərbaycanın cənub torpaqları Qaraqoyunların hakimiyyəti altına keçdi. Bu qələbələrdən sonra Qara Yusif ilə Sultan Əhməd arasındakı münasibətlər pozuldu. 1410-cu ilin yayında Sultan Əhməd Qara Yusifin əsas qüvvələrinin Ərzincana hücum edən Ağqoyunlu tayfa birliyinin başçısı Qara Yuluq Osmana və Amid qalasının hakiminə qarşı vuruşmasından istifadə edərək Təbrizi tutdu. Bu zaman Şirvanşah oğlu Kəvmərsi Sultan Əhmədə köməyə göndərmişdi. Bunun səbəbi Cəlalilər zəif idilər. Şirvan üçün təhlükəli deyildilər. Şirvan qoşunu Sultan Əhmədi müdafiə etməklə Azərbaycanın cənub vilayətlərində möhkəmlənə bilərdilər. 1410-cu ilin avqustun 30-da Təbriz yaxınlığında 2-ci Şənbi Qazan döyüşündə Qara Yusif Cəlali qoşununu darmadağın etdi. Cəlalilərin 1159-cu ildən bəri Azərbaycanda davam edən hakimiyyəti başa çatdı. Qara Yusif oğlu Qiyasəddin Şah Məhəmmədi Bağdada canişin təyin etdi. 1410-cu ildə qalibiyyətli müharibələrin nəticəsində Azərbaycanın cənubunda Qara Yusif tərəfindən mərkəzləşmiş dövlət olmayan Qaraqoyunlu dövləti yarandı. Şimalda yerləşən Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan torpaqları, Şərqi Anadolu, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraq bu dövlətin tərkibinə daxil edildi. Dövlətin paytaxtı Təbriz şəhəri idi. Qara Yusif 1411-ci ildə oğlu Pirbudağı sultan elan etdi. Dövlətdə kəsilən təngə adlı pulun üstündə Pirbudağın adı göstərilirdi. Lakin yüksək idarəçilik Qara Yusifin əlində idi. Qara Yusif süvari ordu yaratdı. Feodal aran müharibələrini zəiflətdi. Ölkənin iqtisadiyyatına müəyyən canlanma yarandı. Qara Yusif güclü mərkəzi aparat yarada bilmədi. Qaraqoyunlu dövlətinin genişlənməsi, imperatorluğa çevrilməsi.
Şirvanşah 1-ci İbrahimin Qara Yusiflə münasibətləri pisləşdi. Bunun 3 səbəbi var idi. 1-ci İbrahimin 1406-cı ildə 2 aylıq Təbriz hökmranlığı, oğlu Kəriməsi Qara Yusifə qarşı Sultan Əhmədə köməyə göndərməsi və Qara Yusifə tabe olmaq istəməməsi. Şirvanşah İbrahim Qara Yusifə qarşı Şəki hakimi Əhməd və Kaxay Teçarı 2-ci Konstantinin köməyinə arxalanardı. Qara Yusif çoxlu soyurqal torpaqları, pul və hədiyyə paylamaqla Azərbaycanın cənub ərazilərindəki əyanları öz tərəfinə çəkə bilmişdi. 1412-ci ildə Kür sahilində döyüş baş verdi. Qarabağın, Muğanın, Naxçıvanın silahlı dəstələri də Qara Yusifin tərəfindən vuruşurdu. Bu səbəbdən 1-ci İbrahim və onun müttəfiqləri məğlub oldular. 1-ci İbrahim, onun 7 oğlu, qardaşı, məsləhətçiləri və Kaxay Teçarı əsir alındı. 1413-cü ildə 1-ci İbrahim Qara Yusifə itaət etməklə Şirvanı idarə etmək hüququ aldı və Şirvana qayıtdı. 1417-ci ildə 1-ci İbrahimin vəfat etməsi onun Azərbaycanı birləşdirmək planını yarımçıq qoydu. Hakimiyyətə gələn 1-ci Xəlilullah Qara Yusifin hakimiyyətini tanımadı və Teymurun oğlu Sultan Şahruxla Qaraqoyunlular əleyhinə ittifaqa girdi. Sultan Şahrux qardaşı Miran Şahın qisasını almaq üçün 1418 və 1420-ci illərdə Azərbaycana uğursuz yürüşlər etdi. Qara Yusifin dövründə Qəzvindən Ərzincana, Bağdaddan Şirvana qədər olan geniş ərazi Qaraqoyunluların hakimiyyəti altına düşdü. 1420-ci ildə Qara Yusifin ölümündən sonra Qaraqoyunlu əmirləri arasında mübarizə başladı. Bundan istifadə edən Sultan Şahrux 1421-ci ilin avqustun 1-də Qara Yusifin oğulları İsfəndiyar və İskəndəri Alaşkert döyüşündə məğlub etdi. Qara Yusifdən sonra hakimiyyətə oğlu Qara İskəndər gəldi. Şahruxun Azərbaycan və Qafqazda yeritdiyi siyasət atasının siyasətindən fərqlənirdi. Şahrux Azərbaycanda böyük hərbi qüvvə saxlamaq imkanı olmadığından yalnız Azərbaycan feydallarına özünün ali hakimiyyətini tanıtmaqla kifayətlənir, tutduğu torpaqları öz ərazilərinə daxil etmirdi. 1427-ci ildə İskəndər Şirvana hücum etdi. 1427-ci ildə Şahrux və 1-ci Xəlilullahın qüvvələri Salmas döyüşlərində Qaraqoyunları məğlub etdilər. 1428-1429-cu illər hərbi yürüyüşü zamanı Azərbaycanı tutan Şahrux Qara Yusifin oğlu Əbu Səidi taxta oturtdu. Əbu Səid Şahruxun vassalı kimi hökmranlıq edirdi. 1434-cü ildə İskəndərin Şirvana talancı yürüyüşünə cavab olaraq Şahrux və 1-ci Xəlilullah 1435-ci ildə Təbriz yaxınlığındakı döyüşdə İskəndəri məğlub etdi və Qara Yusifin oğlu Cahan Şahı öz vassalı kimi taxta oturtdu. Cahan Şahın hakimiyyətini 2 dövrə bölmək olar. 1. 1436-1447-ci illər Şahruxdan vassal asıllığı dövrü, 1447-1467-ci illər müstəqil idarəçilik dövrü. 1447-ci ildə Şahruxun ölümündən sonra müstəqil olan Cahan Şah oturaq əhaliyə və iri tacirlərə arxalanırdı. Şirvanla dostluq münasibətləri yaratmağa çalışırdı. Cahan Şah gələcək işğalçılıq planlarını həyata keçirmək üçün hərbi islahat keçirdi. Ağqoyunlarla hərbi toqquşmalar nəticəsində 15-ci əsrin 50-ci illərində Cahan Şah Şərqi Anadolunun çox hissəsini itirdi. Teymuri dövləti daxilindəki çəkişmələrdən istifadə edərək 1453-cü ildə İran və İraqda bir sıra əraziləri, 1457-ci ildə Gürcanı və Xorasanı, 1458-ci ilin iyununda Teymurilərin mərkəzi olan Herata daxil oldu. 1459-cu ilin yanvarında Teymuri Əbu Səidlə Heratda barışıq müqaviləsi imzalandı. Təzminat alaraq Heratı geri qaytarıb Azərbaycana gəldi. Cahan Şah hərbi səfərdə olduğu zaman yarımköçmə feydallar Azərbaycanda Cahan Şahın oğlu Həsən Əlinin, Bağdadda isə digər oğlu Pirbudağın ətrafında birləşərək qiyam qaldırmışdılar. Azərbaycana gələn Cahan Şah qiyamları yatırdı. 1465-ci ildə Pirbudağı məğlub edib öldürdü. Cahan Şahın mərkəzi hakimiyyəti möhkəmləndirmək səyləri nəticəsiz qaldı. Xalq kütlələrinin son dərəcə ağır vəziyyəti, feydal çəkişmələri, mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri dövlətin getdikcə zəifləməsinə səbəb oldu. 1467-ci il noyabrın 11-də Muş düzündəki döyüşdə Qaraqoyunlu Cahan Şah Ağqoyunlu Uzun Həsən tərəfindən məğlub edildi və öldürüldü. Onun ölümü ilə Qaraqoyunlu dövlətinin süqutu sürətləndi. Muş döyüşü nəticəsində Qaraqoyunlu dövlətinin əlində olan Bağdada qədər olan ərazi hələ dövlət yaratmamış Ağqoyunluların əlinə keçdi. Qaraqoyunluların sonuncu hökmdarı Həsən Əli Təbriz yoxsullarını öz tərəfinə çəkmək üçün böyük məbləğdə pul payladı. Lakin onlar Həsən Əlini müdafiə etmədilər. 1468-ci ilin yazında Uzun Həsən Qaraqoyunlu dövlətinin varlığına son qoydu.